Mərhəmətli və sevgi dolu Allahın adı ilə hər birinizi ürəkdən salamlayıram. Dəyərli xanımlar, bir daha xoş gördük. Əziz xanımlar, sizlərlə söhbət əsnasında xanım Zəhra haqqında bizim məclisimizdə qeyd etmişdik ki, xanımın 3 obrazı haqqında, həyata baxışı barəsində demək, özünü dərk etmək, nəfsi tərbiyənin və bundan yanaşı ailə, cəmiyyət modelinin ilahi qadın arxetipi haqqında məlumat verəcəkdik. Məhz bu günə nəsib imiş ki, biz sizlərlə xanımımız barəsində məlumatları paylaşırıq. Dəyərli xanımlar, bugün biz təkcə bir tarixi qadının həyatını danışmırıq, həm də bugün biz öz iç dünyamıza tutulan bir güzgüdən danışırıq. O güzgü ki, xanım Zəhradır. Onun həyatında baxanda, yəni həyatını bir sözlə gözümüzün önünə, gözümüzün qarşısına gətirdiyimiz zaman anlayırıq ki, o yalnız Peyğəmbərin qızı olduğu üçün, əleyhissalamın həyat yoldaşı olduğu üçün, nə də 3 böyük bir şəxsiyyət böyütdüyü üçün, yəni onlara görə tanınmır. Xanım Zəhra məhz şəxsən özünə görə, öz etdiklərinə görə, həyatdakı hədəflərini, məqsədlərini həyata keçirən bir xanım olaraq tanınır. Və onu qeyd etmək istəyirəm ki, əziz xanımlar, əslində xanım Zəhra insanın özünü necə tərbiyə edib, yəni burada necə tərbiyə edirsə, o tərbiyədən qaynaqlanaraq özündən ailəsinə və ailəsindən qaynaqlanaraq belə davamlı şəkildə, zəncirvari şəkildə bir-birinə bağlanan bir obrazından bəhs etmək istəyirəm ki, bugün və biz xanımlar da nümunə olaraq xanım Zəhradan yararlanaq. Əslində cəmiyyətimizin, yəni ümmət olaraq canlı nümunəsidir ki, yəni biz onun həyatına baxdığımız zaman nə qədər gözəl xüsusiyyətlərə, nə qədər üzərində çalışaraq, enerjili şəkildə özünü dərk etməsindən dediyimiz kimi ailəyə, ailənin dərk etməsindən ictimai fəaliyyətə kimi onun yaşamına müraciət etdiyimizdə bunun görmüş oluruq ki, necə möhtəşəm şəkildə, nümunəvi şəkildə bir addım atmışdı. Quran-Kərimin Rəd surəsinin 11-ci ayəsində belə bir ayə vardır ki, şübhəsiz ki, Allah bir qövmün özündə olanı dəyişməyincə, onların vəziyyətini dəyişməz. Əslində bu ayə xanım Zəhranın yolunu açıqlayır. Yəni, o dünyanı dəyişmək üçün əvvəlcə özündən başladı, özünü dəyişdi, öz nəfsini tərbiyə etdi, öz qəlbini nizamladı, daxili nizamı yaradanda ailəsi nurlandı və beləcə davamlı olaraq cəmiyyətin, ictimai fəaliyyətlərdə cəmiyyəti nurlandırmağa səbəb oldu. İlkin olaraq burada xanım Zəhranın psixoloji nöqteyi nəzərdən yanaşsaq, özünü dərk edən qadın olaraq mən kiməm? Yəni bu sual ümumiyyətlə həm psixoloji bölümdən nəzər etsək insanlara bu tapşırıq olaraq bu sual verilir. Belə bununla da yanaşı insanşünaslıq təlimində iştirak etmiş tələbələr bilərlər ki, məhz bu sual orada da verilən tapşırıqlardandır. Əslində xanım Zəhra öz gücünü, öz kimliyini Allahın gözü ilə görməsində idi. Yəni, onun dəyəri insanların tərəfindən, dünyanın imkanlarından gəlmirdi. Yəni, ona maraqlı deyil idi kimsə onu tərifləsin, kimsə onu tərif etsin, şeirlər söyləsin. Ona yalnız və yalnız həyatında, xanım Zəhranın həyatına nəzər saldığımızda görürük ki,
Onu yalnız və yalnız Allahın razılığı əsas amal olaraq həyatda yaşam səbəblərindən, məqsədlərindən biri olduğunun şahidi oluruq. Və psixologiyada ümumiyyətlə daxili dayaq buna uyğun olaraq, yəni deyə bilərik ki, internal locus of control deyilir buna. Yəni belə insanlar tərifləri sevirlər, dediyimiz kimi. Yəni təriflə bir sözlə öyünmürlər, tənqid ilə dağılmırlar, çətinliklərlə sınmırlar, sarsılmırlar. Öz dəyərini kənarda deyil, yalnız və yalnız özlərində axtarırlar, özlərini kəşf etməyə fokuslanırlar. Əslində sevgili Peyğəmbərimiz deyir ki, yəni o Allahın bəndəsi olaraq, yəni həmişə onu bir övladı olaraq, qızı olaraq deyil də, Allahın sevimli bəndəsi olaraq hörmət, yəni təbii ki, övlad olaraq bir ata övladına hörmət eləyir, amma onun niyyətində, onun xanım Zəhraya baxışında Allahın sevimli bəndəsi kimi onu həqiqi mənada bilirdi, görürdü və ona o hal ilə yanaşırdı. Təkcə qız olduğu üçün deyil, yəni ona sevgi ilə yanaşması, ona sayğı ilə yanaşması, həm də Allahın bəndəsi kimi yanaşırdı ona. Ümumiyyətlə, bu bütün həyatının mərkəzi idi. Xanım Zəhranın desək, doğru olar. Ümumiyyətlə, xanım Zəhra öz üzərində çalışaraq nəfsini tərbiyələndirməsinə də həmişə üzərində çalışıb və onu təkmilləşdirmək üçün əlindən gələni edib. Xanım Zəhra, onu vurğulamaq istəyirəm ki, Həzrəti Həsəndən hədis vardır ki, Həzrəti Həsən əleyhissalamdan deyir ki, anam deyir Fatimə-i Zəhra bir gecə namazında onu vurduğu zaman görərdi. Bütün gecəni deyir ümməti üçün dua edərdi. Mən deyir anamdan soruşdum ki, anacan, özün üçün niyə dua etmirsən? Deyir xanım Zəhra buyurdu ki, əvvəl qonşu, sonra ev. Əslində bunu istinad olaraq desək, Bihar Əl-Əhbar 43-81-ci səhifələrdə var. Bu hədis haqqında məlumat araşdırmaq istəyənlər araşdıra bilərlər. Əslində bu hədis həm mənəvi, həm psixoloji bir məktəb olduğunu deyə bilərik. Bu davranış elə nəfsin tərbiyəsidir. Çünki nəfs yalnız mən deyərkən Zəhrə Salamullah əleyha biz deyirdi. O duyğularını nə inkar edir, nə də həddindən artıq yaşayırdı. O empatiyanın, mən deyərdim ki, zirvəsi idi. Müasir psixologiyada bunu təsdiqləyir. Deyir ki, əgər bir şəxs duanı özündən əvvəl başqası üçün istəyirsə, həmin qarşı tərəf üçün onun xəbəri olmadan şəxs üçün dua edirsə, xeyir əməllər istəyirsə, həmin dua edənin stresini azaldır, ürək ritmini nizamlayır, beyninə sakitlik hormonu ifraz edir desək, doğru olar. Bundan başqa onu vurğulamaq istəyirəm ki, əziz xanımlar, deməli, xanım Zəhranın ibadəti ilə bağlı bir məqama toxunmaq istəyirəm ki, xanım həm ibadət edirdi, həm də onun ibadəti biz sanki bir psixoloji şəfa prosesi idi. Yəni, bunun balanslı şəkildə həyatına tətbiq etməyi bacarırdı desək, doğru olar. Psixoloji yöndən araşdırdığımız zaman bunu görmüş oluruq. Və bundan başqa onu vurğulaya bilərik ki, özünü dərkdə növbəti mərhələsini nəfs və əxlaq. Yəni, bir insan nəfs və əxlaqı içində inşa edən qadın idi. Həzrət Əli deyir ki, Allah öz elmini xanım Zəhranın qəlbinə yerləşdirdi. Bunun demək, istinad nədən götürürlər? Deyir ki, Bihar Əl-Ənvar, yenə də həmin kitabda 43-65-ci səhifələrə, yəni bu haqda araşdırma aparıb baxa bilərsiniz. Əslində, bu onun dərin, şuurlu, təfəkkürlü, ayıq qadın olduğunu göstərir. Və buna
psixologiyada self-awareness, yəni özünü dərk etmək, insanın ən yüksək psixoloji inkişaf mərhələsi olduğunu söyləyə bilərik. Xanım Zəhra salamullah əleyha nə hiss etdiyini bilirdi. Niyə yaşadığını bilirdi. Harada dayanmalı olduğunu da bilirdi. Onun əxlaqının dayaq nöqtələri təvazökar olması, iffətli, ədalətli, cəsarətli, səbirli olması və sair və ilaxır əxlaqının dayaq nöqtələri olduğunu deyə bilərik. Əslində buna vurandakı nəfs-i mütməinnə modelidir desək yanılmarıq. Allahla barışmış, özü ilə barışmış, dünyaya qarşı ayırmaz desək yanılmarıq. Növbəti olaraq əziz xanımlar, keçmək istəyirəm xanım Zəhranın ailədəki obrazını. Nəfsini tərbiyə edən qadın təbii ki, ailəsini də yüksəldər, ailəsinə də dəstək olar. Əzizlərim, bir həqiqət vardır ki, özünü tərbiyə etməyən insan ailəsini də tərbiyə edə bilməz. Və ailəsini də tərbiyə edə bilməyən insan cəmiyyətdə də, ictimai fəaliyyətdə də bir kimsənin köməyi edə bilməz. Və məhz xanım Zəhra salamullah əleyhə bizə göstərir ki, ailədə qadını güclü edən səs tonu deyil. Yəni, onun halıdır. Təsir olması onun halı ilədir. Yəni, ailəni saxlayan güc deyil, əxlaqdır. Ailəni yaşadan tələblər deyil, nümunədir. Və burada ailədə xanımın ər və arvad münasibətlərinə nəzər saldığımızda görürük ki, sevgi, şuurlu şəkildə münasibətləri davam etdirmək daha başlıca rollardadır ailədə. Peyğəmbərimiz buyurur ki, deyir, əgər Fatimə olmasaydı, Əliyə layiq bərabər olmazdı. Bu da yenə istinad olaraq Bihar demək, Əl-Ənvar 43-107-ci səhifələrdə var. Deyir ki, bu cümlədə əslində üç qat nə var? Sevgi var, dəyər var, tarazlıq var. Və psixoloq Gottman da deyir ki, sağlam münasibətdə tərəflər bir-birini tamamlayırlar və bir-birini yüksəltməyə çalışırlar, bir-birinə dəstək olmaya çalışırlar. Bundan başqa onu deyə bilərik ki, xanım Zəhra incilikləri içinə yığıb küskünlük yaratmırdı. Öz dəyərini yalnız ərindən gözləmirdi. Bilirik ki, gözləntilər həqiqi mənada insanı tükəndirir. İbadət, fikir, şuur və daxili həyat qurmuşdu desək doğru olar. Əslində, bu bağımlı qadın modeli deyil. Allahla sıx bağlı olan şuurlu qadın modelidir desək doğru olar. Bundan başqa, əziz xanımlar, dəyərli xanımlar, ana kimi ailədə rolundan danışmaq istəyirəm. Təbii ki, özünü dərk edən qadın çox gözəl şəxsiyyətlər yetişdirmiş olar. Elə bunun bariz nümunəsi İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam və xanım Zeynəbdir ki, tarixin ən deyərdik ki, böyük üç şəxsiyyətlərindəndir. Və onları yetişdirən xanım Zəhradır. Və psixologiyada deyir ki, uşaq valideynin sözünü deyil, halını miras alır. Yəni, belə deyək də, əgər biz sözümüzlə övladımızı təsir etməyə çalışırıqsa, amma model olaraq, biz ona model olaraq təsir edə bilmiriksə, demək ki, bizim dediklərimiz sözdə qalır. Ona görə də axıb xanımın həyatından nümunə götürməliyik ki, xanım üç şəxsiyyəti böyütdüyü zaman nələrə diqqət etdi, necə etdi ki, belə bir əxlaqlı övladlar yetişdirmiş oldu. Xanım Zəhra övladlarına səbir, mərhəmət,
haqq, haqqı, ədaləti qorumaq, əxlaqı, fədakarlığı, təqvanı öyrətdi. Nə ilə? Model olmasıyla, nümunə olmasıyla. Yəni sözündə deyil, əməlində bir sözlə övladlarına göstərmiş oldu. Əslində bunu vurğulaya bilərik ki, bir çoxlarımız elə bilirik ki, övladlarımızın hamısına təbii ki, aid deyil. Biz elə bilirik ki, övladlarımızın yeməyini verdik, qarnı doydu və övladlarımızın üstü başı təmiz oldu. Deməli, uşağı hər bir şeyini etmiş oldu. Lakin bu həqiqətdə belə deyil. Yaxşı, bəs necədir? Təbii ki, bir valideyn uşağın cismi olaraq qida ehtiyacını ödəyirsə, onun geyiminə, xarici görünüşünə diqqət edirsə, bununla da yanaşı ruhunu da qidalandırmağa çalışmalıdır. Çünki ruh bəsləyən ana övladının nümunəvi olaraq həqiqi mənada Rəbbimizin rəhmət sifəti ilə, mərhəmətli sifəti ilə, yəni övladlarımızın da bir sözlə nümunəvi bir insan olaraq yetişməsinə Allahın izni ilə yardımcı olacaq. Tək ki, biz əlimizdən gələni bu yolda etmiş olalım. Bundan başqa, əziz xanımlar, yəqin ki, sizlərə də maraqlı gələr. Xanım Zəhranın ailə həyatında iş bölgüsü necə olurdu? Daxili işləri kim görürdü? Xarici işləri kim görürdü? Peyğəmbərimizdən hədis var bu barədə. Deyir ki, ey Əli, evin xarici işləri sənin, daxili işləri isə Fatimənin. Yəni, burada hədisdən belə çıxarmaq ki, nəticə, bu qadını yalnız mətbəxdə işləmək, yalnız mətbəx aidi olaraq deyilmir. Burada sevgi ilə məsuliyyət bölgüsü harmoniya modelini daşımış olur. Yəni, müasir araşdırmalar göstərir ki, ev işlərinin bölüşdürülməsi münasibətin güclənməsinə səbəb olur. Ağır yükün bir nəfərin üzərinə düşməsi psixoloji tükənməyə gətirib çıxarır. Kaliforniya ştatında 2019-cu ildə araşdırmalara görə, deməli, Kaliforniya Universitetinin araşdırmasıdır ki, deyir ki, əgər münasibətlərdə partnyorlar bir-birlərinə qarşı köməklik etməzlərsə, o zaman ailədə daxili tükənmişlik yarana bilər və hətta ailədən soyuqluğa, münasibətlərin korlanmasına belə gətirib çıxarar. Bu baxımdan bunlara hər birimiz diqqət etməyimiz daha məsləhətlidir ki, ailənin qorunması üçün. Sanki bir həqiqi mənada metafor olaraq bənzətsək, kiçik bir dövlətdir, biz onu qoruyub saxlamalıyıq. Və burada onu vurğulamaq istəyirəm ki, əmək bölgüsündə xanım Zəhranın bu bölgüdə təmkinlə davranması, nəfs tərbiyəsinin ən gözəl nümunəsi, bariz nümunəsi olduğunu göstərə bilərik ki, həqiqi mənada örnək olaraq həyatımıza da tətbiq edə bilərik. Yaxşı, bu qədər belə gözəl xüsusiyyətlərə malik bir xanım necə olur ki, həm özünün üzərində çalışır, özü ilə bərabər ailəsinin üzərində çalışır, eləcə daha belə cəmiyyətdə də xanım Zəhranın bilirik ki, fəaliyyəti var. Təbii ki, özünü tərbiyə edən qadın ailədə necə uğur qazana bilirsə, istər partnyoru ilə, istər övladlarının şəxsiyyət olaraq yetişdirməsində, cəmiyyətdə də öz rolunu vicdanlı şəkildə yerinə yetirmiş olur. Hətta burada belə bir məqamı da vurğulamaq istəyirəm ki, xanım Zəhra öz haqqını qorumaq üçün hətta deyilir ki, nə qışqırdı, nə təhqir etdi, nə də emosiyasını uduzdu. Yəni, emosiyalarını da uduzmadı. Burada, yəni, onu vurğulamaq istəyirik ki,
hətta Quran ayələri, hüquqi dəlillər, dərin təhlillər danışdı desək doğru olar. Və psixologiyada araşdırmaq istəyənlər burada qısa şəkildə bunlar haqqında məlumatlar vermişəm. Araşdırmaq istəyənlər təbii ki, öz ixtiyarlarında araşdıra bilərlər. Və psixologiyada da buna emosional tənzimləmə, assertiv ünsiyyət deyilir. Yəni, hiss var, amma hissi nəfs idarə etmir. Yəni, bir insan o hissi idarə edə bilir. Nəfsinə hakim ola bilir desək, doğru olar. Sakitliyi var, amma sükut, haqsızlığa o demək deyil ki, təslim olurum. Təbii ki, o haqla, ədəblə, dəlillə, cəsarətlə öz haqqını müdafiə etməyi bacardı. Bundan başqa ictimai fəaliyyətindən övladlarına, ailəsinə necə empatiya ilə yanaşırsa, xanımımız ictimai fəaliyyətində də empatiya ilə insanlara yanaşırdı. Ümumiyyətlə, İnsan surəsinin bilirik ki, 8-ci ayəsində demək, buyurulur ki, Əhl-i Beyt haqqında əslində təfsir elminə bir nəzər salırıqsa, görürük ki, Əhl-i Beytin haqqındadır. Deyir ki, onlar deməli, sevdiyi yeməkləri, yəni sevdikləri yeməyi yetimə, yoxsula və əsirə verərlər. Yəni, bu danılmaz faktordur ki, bu ayə Əhl-i Beytin şəninə nazil olub. Əslində, bu sadəcə səxavət deyil, bu empatiya psixologiyasıdır desək, doğru olar. Daniel bacısının araşdırmasına görə deyilir ki, empatiya əsasında edilən, yəni yardım həm yardım edənə, həm də yardım edilənə şəfa vermiş olur. Bu, bacısının 2003-cü ilin araşdırmasına görə deyilir ki, empatiya quran insanlar daha az depresiya yaşamış olur. Deməli, xanım Zəhranın cəmiyyətə yönəlik davranışı psixoloji reabilitasiya modelidir desək, doğru olar. Nəticə etibarilə xanımımızın həyatından onda vurğulamaq istəyirəm ki, bizə qoyduğu 3 böyük dərsi unutmamalıyıq. Özümüzə baxmadan dünyanı dəyişə bilmərik. Bəzən biz özümüzdən başlamadan başqalarını dəyişməyə can atırıq. Bu əksəriyyətinin, yəni özünə dönən, özünü dərk etmək yolunda addım atan insanların əksərinin etdiyi bir hal, yəni qarşılaşdığı bir haldır desək doğru olar. Və özünü deyil də başqasını dəyişməyə can atır. Lakin biz dəyişmək istəyiriksə, qarşı tərəfə aid deyil bu dəyişim, bu övladımız da ola bilər, həyat yoldaşımız da ola bilər. İxtiyarımızda olan özümüzün dəyişməyidir. Yəni, biz əgər dəyişmək istəyiriksə, deməli, dəyişmək üçün addımlar atmalıyıq. Böyük hədəflərə çatmaq üçün nə edirik? Kiçik addımlarla başlayırıq, böyük addımlarla, daha doğrusu böyük hədəflərə doğru irəliləmiş oluruq. Ona görə də əvvəlcə nəfsini tərbiyə etmək, sonra ailəsini, sonra cəmiyyətini, yəni ilk başda yenə də insan özüdür. Niyə onlar belədir? Yox, mən nəyi dəyişə bilərəm deyə düşünməliyik. Yəni, başqalarına müdafiə mexanizmimizi işə salaraq müdafiə etmə, özümüzü müdafiə etmək yerinə mən nəyi dəyişə bilərəm bu an üçün, bu zaman üçün nə edə bilərəm deyə hərəkətə keçə bilərik. Ümumiyyətlə, ailə insanın iç dünyasının aynasıdır desək doğru olar. Onun, yəni, xanımızın ailəsindən sevgi, mərhəmət, əmək bölgüsü, təvazökarlığı, şəfqət var idi. Və çıxaracağımız dərs ailədə gördüklərimiz içimizdə daşıdıqlarımızdır. Yəni, biz əgər orada nələrsə xoşumuza gəlmirsə, ilk əvvəl özümüzə sual verməliyik ki, mən burada nəyi dəyişə bilərəm?
Cəmiyyət yolundan nəzər saldığımız zaman deyə bilərik ki, əziz xanımlar, insanın içindəki nurun kənara vurmuş tağıdır. Məhz xanım Zəhra da haqqın yanında dayandı, yoxsulu doyurdu, zülmə qarşı durdu və bundan çıxaracağımız dərs özünü dərk edən qadın qışqırmadan təsir edə bilər. Susmadan da haqqı deyə bilir. Ədəblə qalxdı, cəsarətlə dayana bilər. Əziz xanımlar, əgər bir qadın, son olaraq onu demək istəyirəm ki, əgər bir qadın həqiqətən də bu üç obrazı həyatında oynaya bilirsə, o zaman hər birimiz bir qadın olaraq özümüzə dönüb baxmalıyıq ki, və şükr etməliyik ki, Rəbbimiz bizi nə qədər möhtəşəm və nə qədər idarə etməmizi güclü şəkildə fitrətimizdə yaradır. Yəni bu həqiqi mənada həm özünü dərk etməklə üzərində işlədiyin o yol ki var, gedəcəyin, qət edəcəyin yol ki var, ona başlamaq, o yolda irəliləmək, bundan yanaşı partnyorunla münasibətini doğru düzgün yoluna qoymaq, bununla yanaşı övladlarından, bununla yanaşı bu bitmir ictimai fəaliyyətində yerinə yetirmək. Deməli, nəticə etibarilə İslam bizə bir qadın olaraq ictimai fəaliyyəti qadağan etmir və hər bir şəxs özünə nəzər edərək, ikiqay təlimində olan xanımlar bilirlər, öz yaşam səbəbini, istedadlarını üzə çıxararaq, hər sabah oyandıqda mən nə üçün yaşayıram, mənim yaşam səbəbim nədir deyə özünə dönməlidir və xidmət etməlidir. Bu, böyük bir şeylər deyil, fərq etməz. Kiçik bir şeylərdən də başlaya bilər. Kitab oxumaqla, bir fincan qəhvə ilə və yaxud övladı ilə oynamaqla, yoldaşı ilə münasibətdə ünsiyyətinin daha yaxşı kamala çatması üçün müəyyən addımlar ataraq, yəni bunları hər birimiz üzərimizdə işləyərək həyatımızda tətbiq edərik ki, deyə həqiqi mənada gözəl bir nemətimiz olan xanım Zəhranın nümunəsi var həyatımızda. Və Rəbbim xanım Zəhranın sevgisini, əxlaqını, səbrini ruhumuzda yaşatmağı nəsib etsin. Həqiqi mənada Rəbbimdən duam odur ki, onun nurundan, xanım Zəhranın nurundan qəlbimizə pay versin. Rəbbimiz daxilimizi düzəltməyimizə, ailəmizi düzəltməyimizə, cəmiyyətdə fəaliyyətimizi gözəl şəkildə, nümunəvi şəkildə davam etdirməyimizə yardımcı olsun. Bizi haqqı ədəblə deyən, cəsarətlə dayanan, şuurla yaşayan qullarından qərar versin. Özünüzə yaxşı baxın, salamat qalın, əziz xanımlar.